Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Sizləri Şuvalan Mayak ərazisi, tanınmış Evkaliplər küçəsindən salamlayıram. Evkaliplər küçəsində, hansı ki, indi mən keçəcəyim bu dalanda sizə 18 sotun içərisində inşa olunmuş əşyalı, şəxsi bir villa təqdim edəcəm. Bu villa satışa çıxır bizi tərəfimizdən. Kimsə istəsə bu villanı şəhərdə obyekt və mənzillə barter edə bilər. Biz hal-hazırda dediyim villamızın həyətindəyik. Villanın birinci üstünlüyü bilirsiniz nədir? Villa iki küçəyə çıxışı var. Həm ön küçəyə, həm də arxa küçəyə. Elvin orada çək, orada da avtomatik olaraq darvazası var, arxa küçəyə. Ön hissədə də yəni ki, evin yanında da obusu küçəyə, ana küçəyə çıxışı var. Avtomatik olaraq darvazası var. 18 sotdur. Ev şəxsi olaraq inşa olunub. Bir daha söyləyirəm, ikinci üstünlüyü də odur ki, şəhərdə evlə, mənzillə və yaxud da obyektlə barter oluna bilər. Qiyməti isə start olaraq 850 min manatdır. Torpağın da evin də kupçası çıxarışı var. Mən hal-hazırda buna nə deyirlər? Hovuza trampolinlərdə durmuşam. Hə? Trambolin. Nə? Trambolində durmuşam. Az ki, yayda bura çıxırsam, buradan hovuza tullanmaq çox qəşəng və gözəl olur. O uşaqlar üçün ən çox sevimli bir şeydir. Garajın üstündəyəm. Bax, buradan keçirik, qalxırıq biz. Garajın üstü bütöv olaraq təmirlidir. Trap falan hər şey çəkilib, işıqlandırması da var. Buranı da teras kimi istifadə eləmək olur. Oturub dincəlmək üçün. Bundan əlavə olaraq evin üstü var. Evin üstü də teraslı verandadır. Orada çıxış var. Orada da oturub dincəlmək və bütöv olaraq Mayak ərazisinə, dənizə görüntüsü var. Evi bütün hər tərəfini indi mən sizlərə təqdim edəcəm. Buradan düşün, gəzək bir-bir həyəti. Həyətdə bizim saunamız, sanitar qovşağımız, daşma 5 metrənin 12 metrəyə olan daşma hovuzumuz, garajımız mövcuddur. Əlavə olaraq açıq orada söhbətgahımız da var. Garajın üstündən düşdüm aşağı, məlumat verin. Garajın altı bütöv olaraq 20 tonluq su anbarıdır. Həyətdə bu ön hissədə ikinci həyət açılır buradan. Burada yaşıllıqdır. Kim istəsə bura nə qədər istəsə meyvə ağacı əkər. Bir fikir də deyim. Kimsə istəsə buranı iki yerə bölə bilər. Bura qaldı villa kimi. Buranı da oğluna, qızına ev tikər. Üzü o tərəfə. Avtomatik olaraq darvazası var. 18 sotdur ümumi. Kupçalıdır. Garajı gördünüz, hovuzu gördünüz. Burada söhbətgahımız var. Çox keyfiyyətli və gözəl tikintiyə malikdir. Bütöv olaraq monolit betonla tam keyfiyyətli bir evdir. Burada söhbətgahın daxilində manqal, qaz sobası, su hövzəsi, oturmaq üçün stul, yay üçün, həyətdə istifadə üçün hər bir şeylər var. Evin içərisində də var, burada var. Sizə bir şey göstərəcəm. Evin altına buradan zirzəmi gedir. Elvindən xahiş edəcəm, qısa olaraq onu da göstərsin. Bax Elvin, sən bir dənə zəhmət olmasa o piləkəndən düş. Evin orada verandasına həm buradan çıxmaq olur, həm də evin içərisindən çıxış var. Bunlar hamısı yataq, bura mətbəxdir, bunlar hamısı yataq otaqlarıdır. Bu isə zirzəmi birbaşa mətbəx otağının altına gedir. Elvin, baxsın orada işıq da var, istəsin yandırıb tam görünür. Ora bilsən nə istidir? Çünki mətbəxin isti döşəməsi işləyir, istili promoy aşağı vurur. Nəmişlik tam konkret olaraq bilinmir də, yəni bura yerin altında belə nəmişliyi yoxdur. Evin bütöv olaraq texniki otağıdır. Mən o qapını açmadım. Sadəcə buradan göstər. Elektrik təchizatıdır, boilerdir falan, hər şey buradadır. Evin arxa hissəsini buradan keçərik Elvin. Gəl buranı göstərək. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır burada. Bir dənə də burada, deyəcəm ki, burada da saunası yerləşir. Buranın işığı hardandır, yandıra bilmədi. Parnoy tam işlək vəziyyətdə şəxsi inşa olunmuş bir evdir. Keçək elin. Bütün kameraları, polisə bağlantısı, hər bir şeyi hazırdır. Hazır. Evin arxa hissəsidir, burada küçəmizdir. Gözəl bir qəşəng, səliqəli, yaşıllıqla təchiz olunmuş bir küçədir, ən bahalı küçədir. Avtomatik olaraq burada təchiz olunmuş darvaza, ümumi giriş qapısı. Buradan keçirik, düz gedirik, baxın qaraja. Qaraja 4 maşın rahat yerləşər. 4 maşın rahat yerləşər.
Həyət bütöv olaraq sizlərə təqdim olundu. İndi isə keçirik biz evin içərisinə, evin daxilini də sizlərə təqdim edək. Buyur Elvin, gəl. Pişik sən axtarır, Elvin gəlib dalacaq. Ümumi giriş hissəsidir. Evin birinci mərtəbəsində 4 dənə yataq otağı, yox, 3 dənə yataq otağı, bir dənə sanitar qovşağı yerləşir. Bu hissə qonaq otağı kimi nəzərdə tutulub. Ev sahibi söyləyib ki, dostumuz da ev sahibi, mən pərdə sevmirəm deyənə, bütün pəncərələrə jalüz vurmuşam. Bu tərəfdə də jalüzdür, bu tərəfdə də, ikinci mərtəbədə görəsə, hər yerdə jalüz. Deyir, pərdə sevmirəm, mən ancaq jalüzdən istifadə edirəm, ona görə jalüzlər vurmuşam pəncərəyə. Dolab yığılıb burada, bu hissə isə üzr istəyirəm, mətbəx otağıdır. Mətbəx otağında soyuducular, bugünkü günə istifadə üçün hər bir şey mövcuddur. Bunun altı da, bu mətbəx otağının altı bayaq Elvin sizə göstərmişdi, yarı zirzəmidir. Yarı yoxu tam zirzəmidir. Birinci mərtəbə, birinci yataq otağı. İkinci yataq otağı. Evin, həyətin, bütün kameraların, polis bağlantısının mərkəzi, beyni pilləkənin altında yığılıb. Onu kiməsə pis görsənərsə, ora bağlamaq da olar. Mümkündür, yəni kiçik bir dolab elib onun içərisine salmaq olar. Bu üçüncü yataq otağı. Birinci mərtəbədə yerləşən geniş, böyük bir sanitar qovşağı. Yenə deyirəm, şəxsi inşa olunmuş evdir. Öz fikri ilə inşa eləyib özü üçün. Deyir, uşaqlarım gəlmir, qalmışam, gəlirəm, gedirəm. Ona görə şəhərdə bir mənzillə, obyektlə barter eləyən olsa, o eləyərəm və yaxud da satışın kimsə istəsə, sataram həmən adama, gəlsin, istifadə eləsin bu bağdan. Baxın, evin ikinci mərtəbəsi tam olaraq iki hissəyə bölündüm. Birinci hissə verandadır. İkinci hissə burada gördüyümüz kimi belə bir yataq otağı kimi düzəldib. Özü üçün bu tərəfdə istirahət güşəsi, burada isə sanitar qovşağı yerləşir. Amma yenə deyirəm, kimsə istəsə buranı bölüb bir dənə yataq otağı bura, ikinci yataq otağında buranda bölüb, ikinci yataq otağında bura sala bilər. Tam rahat iki otağı da buradan çıxartmaq olar. Əzizlərim, indi isə gəlin keçək, bax, evin qarşısında olan verandaya. Yenə bu verandanın teras məsələsinin oyda, ora gör nə qəşəng sırayla Elvin ağacları əkiblər. Ola böyüyəndən sonra, indi bilmirəm, ora badam bağı olub. Məncə badamdır, düzdür, bəryandakılar badamdır. Zeytuna da oxşayır. Uyda, necə səliqə ilə əkilib. Maşallah, çox qəşəng, bax. Onlar böyüyəndən sonra bu ərazi bir dənə gözəl ərazi olacaq. Gəl Elvin, qalxaq yuxarı. Tam evin üstünə. Bax, bu həyətdə göstərmişdim. Buradan birbaşa həyətə də düşməyə pilləkən var. Gəl Elvin, ayağının altına bax. Bax, bir dənə bura. Bəh, nə gözəldir. Boş yerlərdə inşallah ki, yəqin ki, evlər tikilər gələcəyinə. Bax, burada verandadır. Bütün buradan görünən şuvalan, dres, sonra bu ərazini deyirəm, bax, bu zeytun ağaclardır, hə? Zeytuna oxşayır. Bütün olaraq oralarda hamısı əkilib. Bütün düz dənizə qədər. Bax, dəniz, orada Pirallahıdır da, düzdür? Pirallahı da görünür buradan. Bu tərəfdə təzə evlər tikilib. Allah hər kəsə xeyirli günlər qismət eləsin. Hamısında da demək olar ki, yaşayış var, Elvin. Bax, boş yerlər azdır. Əziz izləyicilərimiz, bu evi sizə sevərəkdən təqdim elədim. Kimə maraqlı olsa mənlə əlaqə saxlasın. İnşallah lazım olan variantları ev sahibi ilə danışarıq. Bu ev sizə qismət olar inşallah. Təşəkkür edirəm sizə, bizi izlədiyiniz üçün.